Regiondakı gərginlik fonunda İranın Xarici İşlər Naziri Türkiyəli həmkarı ilə görüşdə ABŞ-yə mesaj verdi. İran danışıqlara necə hazırdırsa, müharibəyə də eyni şəkildə hazırdır. Azərbaycanın hava məkanı və ya ərazisi hər hansı dövlət tərəfindən qonşu İrana qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməyəcək. Xarici İşlər Naziri Ceyhun Bayramov. Ovçulara şad xəbər. Azərbaycanda ov mövsümünün müddəti uzadıldı. Axşamınız xeyir olsun. ATV Xəbərin saat 18-i olan buraxılışını təqdim edirik. Studiyada Aydan Şəliyevadır. Prezident İlham Əliyev 2026-cı il gənclər üçün prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncam gənclər üçün prezident mükafatına namizədlərin seçilməsi üzrə ekspert komissiyasının təklifinə əsasən imzalanıb. Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosial yönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 nəfərə 2026-cı il gənclər üçün prezident mükafatları verilib. Azərbaycan Respublikasında 2026-cı ilin şəhərsalma və memarlıq ili elan edilməsi ilə bağlı tədbirlər planı təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən tədbirlər planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Prezident Administrasiyası həyata keçirməli, Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. ATV Xəbərə baxırsınız. ABŞ-İran nüvə münasibətləri Türkiyədə müzakirə mövzusu olub. İranla ABŞ arasında nüvə danışıqlarının konstruktiv əsasda bərpası regional gərginliyin azaldılması üçün vacibdir. Biz inanırıq ki, danışıqlar masası qurulduqda məsələlərin fərdi şəkildə həll edilməsi nəticəyə çatmağa kömək olacaq. Bu barədə Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan İranlı həmkarı Abbas Ərakçi ilə keçirdiyi mətbuat konfransında bildirib. İranın Xarici İşlər Naziri ölkəsinin danışıqlar masasına oturmağa hazır olduğunu və ölkəsinin heç vaxt nüvə silahının arxasınca getmədiyini deyib. Buradan tekrar ediyoruz. Sorunların çözümü için askeri seçeneklere başvurulmasına karşıyız. Bunun çok fazla işe yarayacağını da inanmıyoruz. Müzakereyi ve diplomasiyi savunuyoruz. Suriye'de, Irak'ta, Afganistan'da, Gazze'de yaşananlar hafızamızda tazeliğini korumakta. Geçmişin yaralarını sarmaya çalışırken bölgemizde başka bir yaranın açılması hiç kimseye fayda getirmeyecektir. Bölge ülkeleri huzur, istikrar ve barış istemektedir. Bu bağlamda tarafları müzakere masasına çağırıyoruz. Müzakere masası kurulduğunda da sorunların ayrı ayrı ele alınmasının çözüme ulaşılmasını kolaylaştıracağını değerlendiriyoruz. ABŞ danışıqlarda heç bir xoş niyyət nümayiş etdirməyib. Lakin buna baxmayaraq, İran rasional və ədalətli danışıqlar prosesinə üstünlük verir. Qarşılıqlı maraq, hörmət və etimada əsaslanarsa, biz danışıqlara hazırıq. İran özünü, sabitliyini və regionun sabitliyini qorumağa qərarlıdır və xarici təzyiqlərə boyun əyməyəcək. Şəmkirdə 21 yaşlı oğlan dəm qazından boğulub. Təzəkənd kənd sakini Ruhlan Məmmədov yataq otağında quraşdırılmış qazla işləyən ceyran tipli sobanın borusundan çıxan dəm qazından zəhərlənərək ölüb. Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır. Şəhərdə qayda pozuntusu problemlər yaradırsa, təbiətdə də qaydaların düzgün tətbiqi, məsələn, ov mövsümünün tənzimlənməsi ekosistemin qorunması üçün vacibdir. Azərbaycanda ov mövsümünün müddəti uzadılıb. Bu barədə ov məsələləri üzrə Koordinasiya Şurasının iclasında qərar verilib. Aparılan müşahidələr nəticəsində ölkədə quş populyasiyalarının sabit olduğu müəyyən edilib. Mövcud vəziyyət, quşların qışlama dövrünün xüsusiyyətləri və həvəskarların müraciətləri nəzərə alınaraq, ov mövsümü 1 mart 2026 il tarixinədək uzadılıb. Bəziləri üçün adi bir xəbər kimi səslənsə də, ovçular üçün bu qərar xüsusi əhəmiyyət daşıyır. Ovun ləzzətini isə ovçunun özündən soruşmaq lazımdır. Biz də elə bu cür etdik. Yollandıq Sarısu gölünə və prosesi əvvəldən sonadək izlədik. Gecənin sükutu, sübhə doğru aparılan hazırlıqlar, qaydalara əməl edilən ov. Hər addım xüsusi diqqət və səbir tələb eləyir. Saatlarla çəkilən əziyyətdən sonra nəticə olmasa belə, bu bir o qədər də əhəmiyyət daşımır. Çünki məqsəd təkcə ov deyil.
Gecə saat 4-dür. Şəhər hələ dərin yuxudadır. Küçələr səssizliyə bürünüb. Biz isə bu sükutu yararaq ova çıxan ovçulara qoşuluruq. Tüfənglər və ov ləvazimatları avtomobilin yük yerinə yerləşdirilir və yola çıxırıq. Təxminən saat yarımlıq yoldan sonra Sarısu gölünə çatırıq. Sübün işıqları hələ görünmür. Gölü dumanlı bir sakitlik bürüyüb. Ovçular bu fürsətdən istifadə edərək hazırlıqlara başlayırlar. Quşları cəlb etmək üçün ördək maketləri suda düzülür, ov mövqeləri seçilir. Ovçulardan biri fitlə ördək səsini təqlid edir. Hamı gizləndiyi yerdə səbirlə gözləyir. Çox keçmir ki, səmada bir neçə ördək görünür. Atəş səsi səssizliyi pozur. Güllə hədəfə dəyir. Ovçular deyir, ov zamanı maketlərin və çağırış fitlərinin rolu böyükdür. Məqsəd quşları aldatmaq deyil, onları düzgün və təhlükəsiz məsafəyə yönəltməkdir. Eyni zamanda nəfəsli çağırış alətlərindən. Yəni quşları bu alətlərdə cəlb eləmək olar. Yəni qanunla bunlar icazə verilir. Amma elektron vasitələrdən qəti qadağan. Yəni bütün dünyada və Azərbaycan qanununda elektron vasitələrdən ov zamanı istifadə qadağandır. Elektron vasitələr ornitoloqlar üçün və ya təbiətin çəkilişləri üçün nəzərdə tutulub. Yəni ov üçün nəzərdə tutulmayıb. Öyrənirik ki, qanunvericiliyə əsasən bir ovçuya maksimum 3 ördək, 3 qaşqaldaq və 1 qaz ovlamağa icazə verilir. Qadağan olunmuş quşların ovlanması isə yol verilməzdir. 6 ördəyi ovlanması qəti qadağandır. Azərbaycan Respublikasının qırmızı kitabına daxil edilir. O cümlədən beynəlxalq qırmızı kitaba. Bu hansı ördəklərdir? Ağgöz dalğıc, mərmər cürə, göydimli, qırmızı baş dalğıc, uzunquyruq ördək, bir də adi qılquyruq ördək. Yəni adi qılquyruq ördək bu turpandır. Yəni ovçularımız səhv salmasın. El arasında biz başqa ördəyə qılquyruq deyirik. Vurduqları quşları sudan götürən ovçular qayıqla üzərək sahilə çıxırlar. Quş vurmaq ovçu üçün ayrı bir zövqdür. O zaman bizim adrenalinimiz qalxır. Necə bu soyuqda, şaxtada biz gəlir öldürürük. Bir quş vuranda biz artıq o soyuğu, o şaxtanı hiss eləmirik. Hətta palçıqla, əziyyətlə gedirik suyun içində. Yəni əslində bu başqa vaxt desən ki, bu soyuqda get suyun içində dur, heç kim gəlib durmaz. Bu ov bizi o qədər cəlb eləyir. Onların bəzən uğurlu, bəzən isə ovsuz qayıtdıqları günlər də olur. Amma deyirlər ki, təbiətlə təmasda olmağın özü artıq bir qazancdır. Dəfələrlə olub ki, biz gəlmişik, ovdan ovsuz qayıtmışıq. Amma ona baxmayaraq bizim hədəfimiz əsas birinci variantda ovlamaq olmayıb. Təbiətin qoynunda gəlib qəşəng vaxt keçirmək planımızda olur. Ona görə biz üçün fərq eləmir, quş oldu, olmadı. Əsas olsun ki, gələk təbiəti müşahidə eləyək, burada gözəl vaxt keçirək. Ovdan sonra təbiətin qoynunda hazırlanan quş kababının isə özünə məxsus dadı var. Ovçular ovladıqları quşları təmizləyir, yandırdıqları ocaqda bişirir, süfrə arxasında bir araya gəlirlər. Bu anlar həm istirahət, həm də ruhun dincəlməsi üçündür. Deyirlər ki, təbiətin bəxş etdiyi bu sakitliyi, bu rahatlığı heç nə əvəz edə bilməz. Təyyar Nəsirli, Samir Qubadov, Aysən Ələkbərova, İTV Xəbər, İmişli. Davam edirik biz. Təxminən 11 dəqiqə ərzində vətəndaşlarımıza xidmət göstərə bilirik. Beynəlxalq səviyyədə isə bu göstərici 15-17 dəqiqə ətrafındadır. Bunu Dost Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov 2025-ci ilin yekunları və 2026-cı il üzrə hədəflərə dair keçirilən mətbuat konfransında deyib. Biz iki ölkə ilə çox yaxından əməkdaşlıq edirik. Bu Moldova Respublikası və Özbəkistan Respublikasıdır ki, hər iki ölkə sosial sahədə məhz DOST modelini əsas götürüb DOST modelini istifadə edirlər. Moldova Respublikasında ümumilikdə bu ilin sonuna qədər DOST modelinə uyğun ilk mərkəzin təhvil verilməsi gözlənilir. Və sonuncu xəbərimiz Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyəti 2040 Azərbaycan Respublikasının mədəniyyət konsepsiyasına həsr olunan məlumatlandırma sessiyası keçirilib. Tədbirdə konsepsiyanın əsas prioritetləri və strateji hədəfləri barədə məlumat verilib. Bildirilib ki, konsepsiya mədəniyyəti 6 əsas sahə üzrə Azərbaycan dili, davranış mədəniyyəti, bilgi mədəniyyəti, ədəbiyyat, incəsənət və mədəni irs istiqamətində təsnif eləyir.
mədəni irsimizin bütöv mənzərəsini gördük. İlk dəfə olaraq qeyd etmək istəyərdim ki, Azərbaycan dili konsepsiyaya məhz mədəniyyət hadisəsi kimi daxil olub və bununla bağlı gələcəkdə də çox ciddi dövlət proqramlarının qəbul olunmağını gözləyirik. İlk dəfə olaraq bilgi mədəniyyəti anlayışı gətirilib, çünki müasir insan bilgi insanıdır və onun gələcək həyatı uğuru bu bilgi faktoru ilə çox bağlıdır. Daha sonra davranış mədəniyyəti ilə bağlı da biz gətirmişik, ilk dəfə olaraq sahə olaraq gətirmişik və davranış mədəniyyəti özü əslində mədəniyyət faktoru olaraq çox önəmlidir. Bu saatlıq bu qədər. Sağ olun, salamat qalın.